Son günlər yerli mediada xalq artisti Niyaməddin Musayevin qızı Röyanın açıqlamaları geniş yer alıb. Xalq artistinin qızı atasının ifa etdiyi və yazdığı mahnıların müəlliflik hüququnun ona məxsus olduğunu bildirib. Oxu24.com xalq artistinin qızı Röya Musayeva ilə bağlı maraqlı faktlar əldə edib. Məlumata görə Röya Musayeva polkovnik rütbəsindədir. O, uzun müddət Fövqəladə Hallar Nazirliyində məxfi şöbənin rəisi vəzifəsində çalışıb. Röya Musayeva Xarici Dillər Universitetinin İngilis Dili fakültəsini bitirib. Niyaməddin Musayev qızının şərəfinə musiqi ansamblının adını Röya adlandırıb. Həmçinin onun adına Röya mahnısını ifa edib. Həyat yoldaşı Rəmzi əslən Laçın rayonundandır. Sokarda və tabeliyində olan zavodlarda yüksək vəzifələrdə çalışıb. 5 ildən çoxdur ki, ailəlikcə Kanadaya köçüblər. Bir oğlan, bir qız övladları var.